Salam əziz bacı və qardaşlar, Ramazan ayının son gününün, 30-cu gününün duasını oxuyuruq. Allahümmə ec'al siyami fihi biş-şükri vəl-qəbul alə mə tərzahu və yərzahur rasul muhkəmətən furu'uhu bil-usul bihaqqi seyyidina Muhammedin və alihi tahirin vəlhamdülillahi rabbil aləmin. İlahi, bu ay orucumu elə təqdir və qəbul et ki, özün və Peyğəmbərin də razı qalasınız və onun görkəmi möhkəm kökə dayansın. Səni and verirəm sərvərimiz Muhammədə və onun pak soyuna, həmd olsun aləmlərin Rəbbinə. Əziz bacı və qardaşlar, Allah dua və ibadətlərinizi bu bir ay ərzində tutduğunuz orucları qəbul etsin. Hər birinizi, bütün Azərbaycan xalqını qarşıdan gələn Fitr bayramı, mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah xalqımıza firavanlıq, bol ruzi, gözəl günlər nəsib etsin. Amin.